Değerli 12 bölüç hər birinizi salamlayıram. Bu ay may ayı bildiyimiz kimi Venera var, Saturn var. Venera gözəllikdir, sağlamlıq, pul, qazanc. Saturn odur ki, bu ay biz nələri görürüksə 3 il bunun bəhrəsini görürük. Neptun var. Neptun biraz pisləri həyatımızdan çıxarır, yaxşıları həyatımıza gətirir. Bu deməkdir, bunlardan yararlanmağı unutmayın. Kimlərsə, mən ümumi bürclər üçün söyləyirəm bunu, kimlərsə plastik əməliyyatlar etmək istəyər, artıq siz bu ay edə bilərsiniz. Dişlər, üz baxımı, hansısa cərrahi əməliyyatlardır, bunları həyata keçirə bilərsiniz, uğurla başa vurar. May ayın 1-dən 7-sinə qədər hansısa işlərimizi yoluna qoyarıqsa, bir neçə il öncə yarımçıq qoyduğumuz, bir neçə ay yarımçıq qoyduğumuz işlər belə yoluna qoysaq 3 il bunun bəhrəsini görərik. Ümumiyyətcə, mayın 12-si, dəyərli izləyicilər, mayın 21-i və mayın 27-si özünüz üçün rituallar da elətdirə bilərsiniz. Rituallarla əlaqədar pul qazanc üçün. Rituallar üçün direktə yaza bilərsiniz. Mən ancaq direktə yazın, cavablandıraram. Nə, neçəyə, necə, bunlar haqqında. Pul qazanc üçün həm də ritual elətdirə bilməyən insanlar, məsəl üçün, dəfnə yarpağı yandıra bilərsiniz. 7 ədəd dəfnə yarpağı, 7 ədəd mixək, yəni qvazdika, 1 ədəd darçın çubuğu. Onu da yandırandan sonra külünü atırsınız çölə. Fərqi yoxdur hansı saatda yandıracaqsınız. Və ayın 12-si ümumiyyətcə evə çörək mütləq alın. Yediz yemədiz, evə çörək alın. Un ala bilərsiniz, yumurta ala bilərsiniz, bolluq, bərəkət. Makaron ala bilərsiniz, bolluq, bərəkətdir. Ət almayın. 12-si ət almırsınız. Ancaq un, düyü, makaron, buğda, məsəl üçün çörək, dediyim kimi, toyuqdur, ətdir, bu şeyləri almırsınız. Yumurta ala bilərsiniz. Bolluq, bərəkətdir. Yəni belə. Bir də axşamlar pul saymayın. Hər birinizə mən söyləyirəm, yəni hər bir 12 bölücü 6-dan sonra ümumiyyətcə pul saymayın. İndi məcbur qalırsınız işlə əlaqədar, o başqa. Ümumiyyətcə böyük bazarlıqlarımıza 6-7-dən sonra getməyin. Adamlar var, oturur, gözləyir, saat 9 olur, gelir bazarlığa. Gedirsiniz, evinizin qazancını, pulunu qoyursunuz, marketdə çıxıb gəlirsiniz. Cəmaatın başqasının kassasında. Ümumiyyətcə bu şeylərə diqqət yetirin. Bəzi insanlar var, kimlərəsə siftə verir. Yəni siftə də belə verəndə səhər-səhər, o sizin ruzunuz gedir kiminsə. O görürsünüz, bəzi adamlar var, deyir, siftə səndən bərəkət Allahdan. O nə deməkdir? O böyük qara magiya işidir. Sizdən ruzunu alır, çəkir maqnit kimi və sizdə də qalırsınız sıfırda. Bir həftə və yaxud 5 gün ərzində ruzu dayanır. Bu belə olur, bu standartdır. Onlardan da necə qorunmaq üçün mən sizə deyəcəm, bir başqa video çəkəcəm. Yaxın zamanlarda söyləyəcəm, onları da vurgulayacağım. Ümumiyyətcə diqqət edin. Pulu necə vermək, pulu necə saymaq, demirəm, pul saymağı bilmirsiniz, xeyr. Hansı əllə verirsiniz, hansı əllə alırsan, bunlar da böyük nüanslar oynayır, rol oynayır həyatımızda. Bunlar haqqında mən yaxın zamanlarda, yaxın günlərdə video çəkib paylaşacağım, dəyərli izləyicilər. Yəni də hər birinizə can sağlığı arzu edirəm və bol qazanc. Bir də heç zaman imkan yaratmayın, sizin qazancınızdan kimsə uğrasın, mənimsəsin. Hər kəsən özü öz qazancını öz əziyyəti ilə qazanmalıdır, bu qədər. Yəni, bunlara diqqət yetirin. Və pul, şans kodunu, pul və şans kodunu çıxartdırmaq istəyənlər yazsınlar mənə direktdə. Pul, şans kodunu da çıxardanda 1 dolların üstündə olacaq, 1 dolların üstündə, 1 dollar sizə lazımdır. Onun üçün də direktdə yazırsınız mənə, direktdə mən sizə cavablandırıram. Yəni, deyirəm. O sizin doğum tarixinizdən kodu, şans kodudur. Hansı ki, doğum tarixinizi yazmırsınız. Doğum tarixinizdən əmələ gələn, çıxan, yəni numerologiyada kodunuzdur. Onun üçün də ancaq direktdə yazırsınız. Mənə əlaqə saxlayırsınız. Bu qədər. Dəyərli 12 bürc, hər birinizə ayrı-ayrılıqda bol şans, uğur arzu edirəm, bol ruzu, bərəkət. İlk öncə də can sağlığı. Sağ olun, sağlıqla qalın.